Deyim, riyaziyyat kəsirlər müqayisəsi ev işinin izahını çəkirəm. Yoxlayarsınız. Başlayaq birdən. Nə deyir birdə? Aşağıdakı müqayisələrdən hansı yanlışdır? Baxaq. 5-də 1, 5-də 3. Aha. Baxaq A variantına. Biz öyrəndik ki, dərsdə məxrəcləri eyni olan kəsirlərdə sürəti böyük olan kəsir böyük idi. Burada isə burada da bax eyni qaydanı veribdir. 5-də 3 böyükdür 5-də 1-dən. A variantı doğrudur. Sonra keçək B-yə. 20-də 9, 19-da 9. Burada isə sürətlər eynidir. Sürətləri eyni olanda nə demişdi? Demişdi ki, məxrəci kiçik olan böyük, böyük olan isə kiçikdir. Burada da 19-da 9 böyükdür, 20-də 9-dan. Bu da düzdür. C variantında nə deyir bizə? C variantında bizə deyir ki, 13-də 6 deyir, kiçikdir, 13-də 9-dan. Burada isə məxrəclər eynidir. Məxrəcləri eyni olanda demişdik ki, sürət böyük olan böyük, kiçik olan kiçikdir. Burada da 13-də 9 böyükdür, 13-də 6-dan. Doğrudur. Sonra D variantında nə deyir bizə? Deyir ki, 4-də 3 kiçikdir 7-də 3-dən. Burada sürətlər böyükdür. Baxırıq məxrəcə. Məxrəcdə kiçik olan məxrəc böyük olacaq. Böyük olan sənə kiçik olacaq. Burada isə fərqli verib. 4-də 3 böyük olmalı idi 7-də 3-dən. Amma 7-də 3-ü böyük verib. Demək, səhv variantımız hansı olacaq? D variantı. İkinci misalımıza baxırıq. Kəsirlərin müqayisəsini ifadə edən işarələr hansı bənddə düzgün ardıcıllıqla verilmişdir? Baxıram bura uşaqlar. 8-də 3 və 8-də 5 məxrəclər eynidir. Məxrəclər eynidirsə harda qalmışdıq? 8-də 3 və 8-də 5. Məxrəclər eynidir, sürətlər isə fərqlidir. Burada 8-də 3 kiçik olacaq 8-də 5-dən. Aha. Sonra ikinciyə baxaq. 6-da 5 və 7-də 5. Burada baxırıq ki, sürətlər eynidir, məxrəclər fərqlidir. Burada nə demişdik? Sürəti böyük olan kiçik, kiçik olan isə böyük olacaq. Buradakı işarəmiz bu qaydada. 2-də 1 və 3-də 1-də də sürətlər eynidir, məxrəclər fərqlidir. Demək, 2-də 1 böyük olacaq 3-də 1-dən. Hansı variantımızdır bu? Kiçikdir, böyükdür, böyükdür. Hansı variant olacaq? A variantımız. Sonra keçək 3-cü misalımıza. Aşağıdakı müqayisələrdən neçəsi doğrudur? 3-də 1 deyir, kiçikdir 2-də 1-dən. Bəli, bu düzdür. Sürətlər baxırıq ki, burada. Sürətlər baxırıq ki, eynidir, məxrəclər fərqlidirsə, məxrəc kiçik olan böyük olacaq. Bu düzdür. Sonra deyir ki, 4-də 3 kiçikdir 4-də 1-dən. Burada məxrəclər eynidir. Sürət böyük olan böyük, kiçik olan kiçikdir. Bəli, 4-də 1 kiçikdir 4-də 3-dən. Bu da doğrudur. Sonra nə deyir? 5-də 2 kiçikdir 5-də 3-dən. Burada da baxıram, məxrəclər eynidir. Sürətlər 5-də 3, bəli, 5-də 2-dən böyükdür. Bu da düzdür. Sonra deyir 9-da 5 kiçikdir 9-da 2. 9-da 5 böyükdür 9-da 2-dən. Bəli, məxrəclər yenə eynidir. Sürəti böyük olan böyük olacaq. Sonra deyir ki, 8-də 3 kiçikdir 7-də 3-dən. Burada baxıram, sürətlər eynidir. Məxrəclər fərqlidir. Məxrəclər böyük, kiçik olan böyük, böyük olan isə kiçikdir. Bəli, 7-də 3, 8-də 3-dən daha böyükdür. Doğrudur. 5-də 1 deyir, böyükdür 4-də 1-dən. Burada sürətlər eynidir. Amma burada 5-də 1 yox, 4-də 1 5-də 1-dən böyük olacaqdır. Bu yanlışdır. Neçəsi oldu? 1, 2, 3, 4, 5. 5 dənəsi doğrudur. Baxaq uşaqlar növbəti misalımıza, 4-cü misalımıza. Deyir ki, hansı bənddə kəsirlər azalan sıra ilə düzülmüşdür? Azalan sıra nədir? Uşaqlar, azalan sıra
böyükdən kiçiyə doğru gəlir. Məsələn, ondan üzü aşağı gələndə B 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Aha, azalan sıra böyükdən kiçiyə doğru, artan sıra isə kiçikdən böyüyə doğru. İndi buradakı baxaq variantlarımıza. İlk öncə doğru variantı mən qeyd eləmək istəyirəm burada. Bax, 9-da 5, 9-da 3, 9-da 2. Baxıram ki, bunların məxrəcləri hamısı eynidir və 9-da 5 böyükdür 9-da 3-dən. 9-da 3 böyükdür 9-da 2-dən. Azalan sıraya gəlir. Böyükdən kiçiyə doğru gəlir. Aha, bizim burada düzgün variantımız deyil. Digər variantlarımıza baxaq. Məsələn, A variantına baxaq. 6-da 3, 6-da 4, 6-da 5. Burada isə azalan sıra ilə gedəcək. Məxrəclər burada da eynidir. A hamısı 6-dır, amma azalan sıraya gedəcək. 6-da 3 kiçikdir 6-da 4-dən, 6-da 4 isə kiçikdir 6-da 5-dən. Demək, bizə A variantı olmaz. B variantında isə sürətlərimiz kiçikdir. Sürətlər kiçik olanda isə məxrəclərə baxırdıq. Kiçik olan böyük, böyük olan kiçik olacaqdır. İndi burada bizdə ilk öncə gəlməli idi 5-də 4. Sonra 7-də 4, sonra 9-da 4. Burada isə azalan sıraya ilə gedib, kiçikdən böyüyə gedib. Demək, bu da deyil. C variantında isə qarışıq kəsirlər verib. 7-də 1, 6-da 5, 8-də 3. Bu, hələ ki biz qarışıq kəsirləri keçməmiş, ona görə bunu ötürürəm. Burada düzgün variantımız D variantıdır. Baxıram 5-ci suala. Deyir ki, 20-də 17, 10-da 9, 5-də 2, 5-də 1 kəsirlərinin ən böyüyü hansıdır? Burada uşaqlar, baxın, məxrəcdə fərqli-fərqli, sürətdə də fərqli-fərqli ədədlərdir. Bu mövzunu, bunu qarşı kəsirlər müqayisəsini hələ keçməmişik, amma izah edirəm burada, baxın. Bax, məsələn, 20-dir, 10-dur, 5-dir, 2-dir məxrəclərdə. Bunların hamısını eyni məxrəcə gətirirəm. Bax, 20-də, buradan yazıram, 20-də 17-ni saxlayıram burada. 10-la 9-a, onu mən neçəyə vursam, məxrəcin 20, onu 2-yə vururam. Onu vururam 2-yə, məxrəci 20-yə gətirirəm. Onu 2-yə vurub məxrəci 20-yə gətirdimsə, sürəti də eynə vurmalıyam. Onu 2-yə vuranda 20 və sürəti də 9-u da 2-yə vuranda olacaq 18. Buranın cavabı olacaq. Aşağını silim, səliqəli yazım. 18-də 2-yə vurdum, oldu 20. Növbətini 5-i nəyə vursam 20 eləyəcək. Bu 5-i 4-ə vururam, edir 20. Yazıram buradan. Sonra 2-ni də 4-ə vurmalıyam. Məxrəci nəyə vururamsa, sürəti də ona vururam. 4-ü də 2-yə vuranda 8. Sonra növbətini, bax bu 2-ni neçəyə vursam 20 eləyər 10-a. 10-a vurdum, elədi 20. Demək, sürətdəki 1-i də 10-a vurmalıyam. Eləyəcək 10. İndi gəlin müqayisəni aparaq. Kəsilən ən böyük hansıdır? Bizdən ən böyüyünü soruşur. Baxdım ki, burada məxrəclərin hamısını eyniləşdirdim. Məxrəclərin hamısını eyniləşdirdim. Baxın uşaqlar, məxrəcləri eyni olanda hansı ən böyük olurdu? Sürəti böyük olan böyük olurdu. Burada sürəti ən böyük hansıdır? 18. Demək, 20-də 18 bizim kəsillərimizin ən böyüyüdür. Bu da hansıydı? 10-da 9. A variantı. Baxaq 6-cı misalımıza nə soruşur bizdən? Deyir ki, 6-da yuxarıdakı vermir. Gedir kiçikdir 6-da 5 müqayisəsində boş xana yazılacaq ədədlərin cəmini tapaq. Baxırıq ki, məxrəclərimiz eynidir uşaqlar. 6-da 5-də böyükdür. Bu 6-da, indi mən ora rəqəmlər qoymalıyam. Nəydən böyük olar 6-da 5? 6-da 5 böyük olacaq. 6-da, bax, 4-dən, sonra 6-da 3-dən, sonra 6-da 2-dən, sonra 6-da 1-dən. Mən bura hansı ədədləri qoya bilərəm? Mən bura qoya bilərəm 6-cıda. 6-cıda qoya bilərəm mən bu 6-da bu kvadratın yerinə 1-i, sonra 2-ni, sonra 3-ü və 4-ü qoya bilərəm. Bunların da bizdən nəyin soruşur? Cəmin soruşur. 1-in üstünə 2 gələndə 3, 3-ün üstünə 3, 6, 6 da 4 eləyəcək 10. Hansı variantımız olacaq? B variantı. Baxıram uşaqlar 7-ci misalımıza bizdən nə soruşurdur? 7-də ulduz böyükdür 7-də 4 və
9-da kvadrat böyükdür 9-da 5 müqayisələrində ulduz və kvadratın yerinə yazılacaq ən kiçik ədədlərin hasilini tapın. Aha, ən kiçik ədədlərin hasilini soruşur. Baxırıq ki, bu kəsirlərimizdə də məxrəclərimiz eynidir. 7-də 4 böyük olsun, 7-də ulduz böyük olsun, 7-də 4-dən. Bunların yerinə məsələn, mən bu 7-də ulduzun yerinə böyükdür də deyir. 4-dən yuxarı istənilən ədədi qoya bilərəm. Amma bizdən nə soruşur? Deyir, ən kiçiyi olsun. Ən kiçiyi 7-də 4-dən sonra gələn ən kiçik neçədir? Yəni sonra gələn bu. Ulduzun yeri olacaq 5. Ulduzun yerinə mən ən kiçik ədəd 5-i qoyuram. Sonra ikincidə isə 9-da kvadrat böyükdür 9-da 5-dən. Bura isə 5-dən sonra gələn ən kiçik ədəd 6-nı qoya bilirəm. Bunların bizdən nəyin soruşur? Hasilini soruşur. Hasil nə idi? Vuruq. 5-i də 6-ya vuranda uşaqlar neçə eləyəcək? 30. Hansı variantı? C. Aha, baxaq uşaqlar növbəti misalımıza, 8-ci misalımıza görə nədir? Məxrəclər eyni olan kəsirlər seçin və müqayisə işarələrinin köməyi ilə azalan sıra ilə yazın. Neçə ardıcıllıq alındı? Azalan sıra bayaq da izah verdim ki, nədir? Böyükdən kiçiyə doğru gəlsin. Baxıram, mən burada məxrəcləri eyni olan kəsirləri seçirəm. Əvvəl başlayaq məxrəcləri 9 olanlarla. 9-da 8 yazıram buradan. 9-da 8. Sonra 9-dan başlayan hansıdır? 9-da 7. 9-da 7. Sonra 9-dan başlayan 9-da 4. Sonra 9-dan başlayan nə gəlir? Baxıram ki, yoxdur. 3 dənə 9-dan başlayandır. Bunu azalan sıra ilə seçirəm. Azalan sıra ilə müqayisə edirəm indi. Məxrəclər eynidirsə, sürətlər nədir? Böyük olan böyük, kiçik olan kiçikdir. Bax, məsələn, burada 9-da 8 böyükdür, 9-da 7-dən, 9-da 7 də böyükdür, 9-da 4-dən. Ardıcıl sıra ilə gələndə bu qaydada. Bu olsun bizim, deyir ki, neçə ardıcıllıq alındı. Bax, bu bizim oldu birinci ardıcıllığımız. Sonra baxıram 8 ilə başlayan məxrəcləri. 8-də 3 var, 8-də 7 var. Baxın uşaqlar, 8-də 3 var, 8-də 7 var və 8-də 1 var. Mən bunu indi azalan sıra ilə, yəni böyükdən kiçiyə gəlməliyəm. Məxrəclər eynidirsə, sürətlər böyük olan böyük olacaq. Deməli, 8-də 7 böyük olacaq. 8-də 7 böyük olacaq 8-də 3-dən. 8-də 3-dən, 8-də 3 də böyük olacaq 8-də 1-dən. Bu oldu bizim ikinci ardıcıllığımız. 2. Mən uşaqlar yuxarıdan yazıram. Bir ardıcıllığımız oldu. 1. Sonra 2 ardıcıllığımız oldu. Yeri təmizləyim ki, növbətiyə baxım. Sonra görək bizdə burada nə var? Baxıram ki, 7 ilə başlayan başqa yoxdur. 7 ilə başlayan məxrəc bir dənə burada var və başqa yoxdur. Demək, bunu götürmürəm. Sonra baxıram 6 ilə başlayana. 6 ilə başlayanda görürəm burada bir dənə var, amma başqa yoxdur. Sonra baxıram, hələ ki məxrəclərindən baxıram. Sonra sürətləri eyni olanlara baxacağım. Baxıram ki, 4 ilə olan var məxrəcdə. 4-də 1, 4-də 1 var, 4-də 3 var, 4-də 2 var. Bunları böyükdən kiçiyə doğru düzsəm azalan sıra ilə 4-də 3 böyük olacaq. 4-də 3 böyük olacaq. 4-də 2-dən. 4-də 2 də böyük olacaq. 4-də 1-dən. Bu oldu bizim 3-cü ardıcıllığımız. Sonra baxıram. Görək, başqa nə var? 5 ilə başlayan var. Baxıram, burada 5 ilə başlayan var. 5-də 2 və 5-də 4. 5-də 2 və 5-də 4. Azalan sıra ilə yazsam, 5-də 4 böyük olacaq. 5-də 2-dən. Bu da bizim 4-cü ardıcıllığımız. Silirəm bunu. Sonra baxıram ki, daha burada məxrəclərdə eyni olan başqa ardıcılıq yoxdur. Keçirəm sürətə baxıram. Baxıram sürətdə nə var? Sürətdə var 7. Sonra məxrəcləri eyni olan 1 də var. Bax, 4-də 1 var. Sonra 4-də 9-da 4 var. Sürəti
4 olan yox, 1 olan uşaqlar. Bax, 4-də 1 var. 4-də 1 var. Sonra 8-də 1 var. Sürəti eyni. Sonra 5-də 1 var. Burada isə necə olacaq? Burada isə sürətlər eynidirsə, məxrəc balaca olan böyük olacaq. Baxıram indi ki, burada 4-də 1 ən böyükdür. 4-də 1 böyükdür 5-də 1-dən. 5-də 1-dən. 5-də 1 də böyükdür 8-də 1-dən. Aha, bu oldu bizim 5-ci ardıcıllığımız. Sonra baxıram, daha başqası var. 5 var, 3 var. Aha, 3 də var. Bax, məsələn, 3-də 8 var. 8-də 3 var, daha doğrusu. Bir də 4-də 3 var. Məxrəcdə sürətləri eyni olan. Sürətləri eynidirsə, kiçik olan böyük olacaq. Məsələn, 4-də 3 böyük olacaq 8-də 3-dən. Bu da 6-cı. Aha, bax uşaqlar, bu qaydada gedirik. Və neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6 dənə ardıcıllığımız oldu. Sonra baxıram 9-cu misala. Baxıram 9-cu misala uşaqlar. Dil müqayisəsində, bax 9-cu misalda deyir ki, müqayisəsində boş xana yazılacaq ən böyük ədədin 3-də 2 hissəsini tapın. Baxıram uşaqlar, burada sürətlər eynidir. Bir dəqiqə. Buranı təmizləyim. Burada sürətlər eynidir. Məxrəclər demək ki, məxrəclərdən kiçik olan böyük olacaq. Aydın oldu uşaqlar. Bax, məsələn, mən burada 11-də 5-dir. Yaxınlaşdırıram biraz bunu. 11-də 5-dir. Hə? Mən bu birinciyə elə ədəd qoymalıyam ki, üstünə də 1 gəldikdə 11-dən böyük olmasın. Amma bizdən ən böyük ədədi soruşur. Ən böyük mən bura nə qoya bilərəm? 9 qoya bilərəm. 9 qoymalıyam ki, üstünə də 1 gələndə olsun 10. Və 10-da 5 böyük olacaq. O zaman 11-də 5-dən. Bizdən bunu nə soruşur? Ən böyük ədədim. Bax, məsələn, mən bura qoydum. Aha, 9-u qoydum. Baxın, 9-u qoydum. Üstünə gəldim 1. Eləyəcək 10. Sürətimiz də 5-dir. Böyük olacaq 11-də 5-dən. Aha, həqiqətən də uşaqlar gördünüz. Mən bura ən böyük ədədi qoyanda üstünə 9, üstünə də 1 gələndə elə də 10. 10-da 5 böyük oldu 11-də 5-dən. Nəyə görə? Çünki sürətlərimiz eynidirsə. Sürətlərimiz eynidirsə, məxrəci kiçik olan böyük olur. İndi məndən burada nə soruşur uşaqlar? Deyir ki, ən böyük ədədin 3-də 2 hissəsini tapın. Bax, ən böyük ədəd bura nə qoydum? 9 qoydum. 9-un mən 3-də 2 hissəsini necə tapıram? Bərabərdir. 9-u bölürəm. 9-u bölürəm 3-ə. Nə edir? Edir 3. Aha. 3-ü də vururam sürətə. 3-ü də vururam 2-yə. Bərabər eləyir 6. Bizim bu cavabımız, misalımızın cavabı olacaq 6. Aha, baxın uşaqlar, 10-cu və sonuncu misalımıza deyir 10-da 7 böyükdür. 10-da kvadratın üzrə sayın. Kvadratın üstünə 1 gələcəm. O həmin ədəd müqayisə edirəm. Sonra o da böyükdür deyir 10-da 3-dən. Baxaq görək bu 4 bucağın yerinə mən hansı işarələri qoymalıyam ki, müqayisəmiz doğru alınsın. Aha, xanaya yazacaq ədədlərini deyir. Sonra da o qoyduğum ədədlərin cəmini tapmalıyam. Baxın uşaqlar, 10-da 7-dir böyükdür. Baxırıq ki, burada hamısı məxrəcləri eyni olan ədədlərdir. Demək, sürəti böyük olan böyük olur burada. Baxın uşaqlar, 10-da 7-dir böyükdür. Onda, bax mən bu 4 bucağın yerinə hansı ədədləri qoya bilərəm? 6 qoya bilmərəm. 6 qoysam, çünki üstünə də 1 gəlsəm, eləcə 10-da 7 və 10 zaman bərabər olmalıdır, böyük olur. Demək, 6-dan kiçik qoymalıyam. Qoyacağım, bax, 5-i qoyuram. 5-in üstünə 1 gələndə eləyəcək 6. 10-da 7, 10-da 6-dan həqiqətən böyükdür. Bax, 5-i qoya bilirəm. Sonra qoyacam 4-ü. 4-ün üstünə 1 gələndə eləyəcək 5. Olacaq 10-da 5. 10-da 7, 10-da 5-dən yenə də böyükdür. 10-da 3-dən isə, 10-da 3-dən isə 10-da 5 böyükdür. Sonra bax, bura 4-ü də qoya bilirəm. Sonra nəyə qoya bilərəm? Qoya bilirəm, 3-ü görüm qoya bilirəm. 3-ü qoyanda 3-ün üstünə 1 gələndə eləyəcək 4. 10-da 4. 10-da 7, 10-da 4-dən böyükdür. 10-da 3-dən
isə, onda 4 isə onda 3-dən böyükdür. Bəli, demək 3-ü də qoya bilərəm. Amma 2-ni qoya bilmirəm. 2-ni qoysam, 2-nin üstünə 1 gələndə eləyəcək 3. Onda 3, onda 3 ilə demək buradakı ifadə ilə buradakı ifadə onda bərabər olmalıdır. Demək, onda 3-ü qoya bilmirəm. Aha, onda 3-ü qoya bilmirəm. Hansı ədədləri qoya bildim burada? 5-i, 4-ü, 3-ü. Bunların isə məndən cəmin soruşur. 5-in üstünə 4 gələndə 9, 9-un da 3-ün üstünə 3 gələndə eləyəcək 12. Bu misalımızdan cavabı eləyəcək 12. Yaxşı uşaqlar, baxın, yoxlayın. Axşam dərsdə soruşacağam nəticələri. Sağ olun.